Azərbaycan dili fənninin suallarının izahına baxacağıq. Başlayaq. 27-ci sualımızda bizdən nə istəyir? Qoşma istəyir. Qoşma köməkçi nitqi səsdir. İsmin adlıq, yəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən mənaçalarlar əmələ gətirir. Baxaq, birinci cümlədə səndən başqa heç kimə inanmıram. Dan dən şəkilçisi və ondan sonra işlənən qoşma. Deməli, birinci cümlədə var. 2. Başqa adamlar otağa daxil olmasın. Burada qoşma yoxdur. Bunu variantlardan çıxıram ki, mənə rahat olsun. Bugün belə, sabah isə başqa cür danışır. Burada da qoşma yoxdur. Mən bunu da variantlardan çıxıram, amma variantlarda 3 verilməyib. Ona görə, yəni bir dənə A variantında var idi, ona görə çıxacağım bir şey yoxdur. Əvvəl fikirləş, sonra addım at. Burada da qoşma olmadığına görə 4-ü də mən variantlardan siləcəm. Deməli, hansı variantım qaldı? B variantı. İndi baxaq 5-ə. Dərsdən sonra mağazaya gedər. Doğrudan da burada dan dən şəkilçisi və ondan sonra işlənən qoşma var. Deməli, 1 və 5-ci cümlələr. Keçək növbəti sual. 28-ci sualda biri fərqlidir deyir. Bunların hər biri bağlayıcıdır. Bağlayıcıların neçə növü var? 2 növü var. Tabeli və tabesizlik bağlayıcıları. Baxaq, hərgah tabellik bağlayıcısıdır və şərt bağlayıcısıdır. Yəni, tabelinin şərt növünə aiddir. Hərçənd güzəşt bağlayıcısıdır və tabelidir. Madam ki, tabelidir. Şərt bağlayıcısıdır. İndiki bir halda ki, bunda tabelidir və şərt bağlayıcısıdır. Halbuki isə tabesizlik bağlayıcısıdır və qarşılaşdırma növünə aiddir. Deməli, bizdən biri fərqli olduğunu istədiyinə görə cavab C variantı. Keçək növbəti sualımıza. Biri ədatdır. Durğu işarələri buraxıb. Mən də baxıram ki, burada 2-ni təyin eləməliyəm. Görək ki, ədatdır, bağlayıcıdır. Ədatdır yoxsa bağlayıcıdır. 2 məqamda işlənə bilir. Biri bağlayıcı olur. Bir də ədat olur. Bağlayıcı olduqda vergüllə işlənir və uzun tələffüz olunur. İndi baxaq. Dedim ki, görürük ki, nisbətən uzanma var. Uzanma intonasiyasıdır. Deməli, burada nədir? Bağlayıcıdır. A-nı keçirəm. Güya bilmirsən ki, baxın, burada görürsünüz, adi intonasiya ilə deyilirəm, sual intonasiyasından deyilirəm və uzanma hissi olunmur. Güya bilmirsən ki, ümumiyyətlə dünənki sifətdir, bizimki isimdir. Bunları da çıxıram. Atam soruşdu ki, səhər gələcəksən. Baxın, burada da uzanma olur. Deməli, bu da bağlayıcıdır. Cavabım B variantı. Keçək növbəti suala. Ancaq, deyir, hansı nümunədə ancaq bağlayıcıdır? Biz ancaqın da 2 işlənmə məqamı var. Bir dəqiqə, silək. Ancaq 2 məqamda işlənir. Ədat və bağlayıcı. Ədat olduqda ədatın məhdudlaşdırıcı növünə aiddir. Bağlayıcı olduqda isə qarşılaşdırma. Məhdudlaşdırıcı ədatlarımız hansı idi? Təkcə, bircə, tək, yalnız. Bəs qarşılaşdırma bağlayıcılarımız hansı idi? Amma, ancaq, lakin, halbuki və s. İndi baxaq. Xəstələnmişdi. Bunları nəyə görə qeyd elədim? Ona görə qeyd elədim ki, əgər cümlədə ancaqın biz ədat və ya bağlayıcı olduğunu tapa bilmiriksə, bunların növündə olanı yerində əvəz eləyək. Məsələn, xəstələnmişdi, ancaq yenə də işə gedirdi. İndi bağlayıcıdan qoyum yerinə, bir də ədatdan qoyum yerinə. Qoyum, xəstələnmişdi, ancaq burada məhdudlaşdırıcı ədatlarda, məsələn, tək yenə də işə gedirdi. Alınmır, bir məna uyğunsuzluğu var. Amma bağlayıcılardan qoysam, xəstələnmişdi, amma yenə də işə gedirdi, ancaq yenə də işə gedirdi. Daha ki, yenə də işə gedirdi. Deməli, burada məna uyğunluğum var. Ona görə də A variantında ancaq bağlayıcıdır. Baxaq digərlərinə, ancaq bugün ayağa qalxa bildim. Təkcə bugün ayağa qalxa bildim, yalnız bugün ayağa qalxa bildim ədatdır.
Dünən axşam evdə ancaq Leyla qalmışdı. Dünən axşam evdə təkcə Leyla qalmışdı. Bircə Leyla qalmışdı. Tək Leyla qalmışdı. Yalnız Leyla qalmışdı. Deməli, ədaddır. Çantamda ancaq dəftərlər var idi. Çantamda yalnız dəftərlər var idi. Çantamda tək dəftərlər var idi. Yenə də eyni qaydada burada da ədaddır. Ancaq atamın sözünə qulaq asıram. Yalnız atamın sözünə qulaq asıram. Təkcə atamın sözünə qulaq asıram. Bircə atamın sözünə qulaq asıram. Burada da ancaq nədir? Ədaddır. Keçək növbəti sualımıza. Deməli, variantımız hansı variant oldu? A variantı. Birində tabesi əlaqəsi yoxdur. Ümumiyyətlə, sintaksi əlaqələr iki yerə bölünür. Tabeli və tabesi əlaqələri. Tabesi əlaqələri harda oldu? Tabes mürəkkəb cümlənin tərəfləri arasında və sadalanma intonasiyası həmcins üzvlər arasında. İndi baxaq, məktəblilər həyətdə oynayır, bizdən yoxdur, istəyir, diqqət eləyək. Məktəblilər həyətdə oynayır, səsküyləri ilə ətrafı şənləndirirdilər. Məktəblilər şənləndirirdilər, məktəblilər oynayırdılar. Deməli, burada tabesi əlaqəsi var. Müharibədən sonra şəhərlər, kəndlər yenidən abadlaşdırıldı. Nə yenidən abadlaşdırıldı? Şəhərlər, kəndlər, deməli, burada da sadalanma olduğuna görə burada da yoxdur. Ana yavaşca örpəyin ucu ilə göz yaşlarını sildi. Burada heç bir tabesi əlaqəsi yoxdur. Deməli, cavab C variantı. Baxaq növbəti varianta. Ağacların yarpaqları saralmışdı, solmuşdu. Deməli, burada da var. O titrək barmaqlarını uşağın gözündə, saçlarında gəzdirdi. Uşağın gözündə, uşağın saçlarında, burada da var. Keçək növbətiyə. Bağlacılar haqqında yanlış fikirləri müəyyən edin. A variantıdır, halbuki quruluşca mürəkkəbdir. Bəli, halbuki, indiki, bir haldakı, madam ki, bunlar hər biri nədir? Mürəkkəb bağlacılardır. Bağlacılar iki qrupa bölünür. Bəli, tabeli və tabesi bağlacıları. İlə bağlacısı yalnız həmcins üzvləri bağlaya bilir. Bəli, cümlələri bağlaya bilmir. Bağlacılar qoşulduqları sözlə birlikdə cümlə üzvü ümumiyyətlə yadımızda saxlamaq lazımdır ki, köməkçi nitq hissələri cümlə üzvü olmur. Bağlacılar cümlələri də bağlaya bilir. Bəli, bağlacılar cümlələri də bağlaya bilir. Deməli, cavabımız hansı variantdır? D variantı. Növbəti. Birində ədad səhv yazılıb, baxaq. Demədim mi vaxtında gəl? M-mu ədatı düzdür. Bir mənə baxsana, sana, sənə düzdür. Sən də mi bunu bilmirsən? Burada səhvdir. İndi görək niyə səhvdir? Biz nə demişik? Demişik ki, m-mu ədatı dadədən sonra gələrsə ayrı yazılır. Bu qaydanı yadımızda saxlayaq. Deməli, cavabım C variantı. Gil-kü rəngüsün, kü ayrı yazılır. Yəni, anam bunu bilmir. Bu da sual ədatıdır, ayrı yazılır. Cavabım C variantı. Keçək növbəti suala. Deyir, hansı cümlədə iki modal söz var? Baxaq. Deyəsən, bugün gecikmisən, deyəsən birdir. Düzü belə olacağını doğrudan da gözləmirdim. Düzü, doğrudan da. Deməli, B variantıdır. Baxaq növbətlə. Yəqin sən bunu təzəcə eşitmisən. Yəqin təzəcə ədatdır. Görəsən bu işin sonu nədir? Görəsən bir də nədir? Ağını itirməmsən ki, bala. Ümumiyyətlə ki, burada ədatdır, getdi. Keçək növbəti suala. Bu sualda texniki bir səhv var. Ona görə buna baxmırıq. Keçək növbəti. 36-cı sualımız, 36-cı sualımızda birinin yazılışı doğrudur. Humanitar siyasət məsələlər şöbəsi burada humanitar böyüklə yazılır, amma digərləri kiçiklə yazılmalıdır. Deməli, A variantı səhvdir. Qurban bayramı tərkibində bayram olan sözlərin birincisi böyük, ikincisi kiçik hərflə yazılır, getdi. 28 may, əgər 28 rəqəmdən olsaydı, bəli, düz idi. Amma sözlə yazıldığına görə səhvdir. Beynəlxalq ana dili tərkibində gün olan sözlər və tarixə düşmüş günlər böyüklə yazılır. Cavab D. Uşaq gənclər şahmat məktəbi, gənclər kiçiklə olmalı idi. Deməli, variantım D. Keçək mətn suallarının izahına. Deməli, əsir çınar, iki çınar ağacının deməli mətni yazarkən neyniyək? İlk öncə abzasları qeyd edək. Çünki adətən mətnlərdə abzaslarla bağlı bizə suallar düşür. Abzas nədir? Abzas yeni fikirlərin ifadə olunmasıdır. Deməli, yazıram.
Və harda üzərində rəqəm yazılmış sözlər varsa, mən onların altından xətt çəkirəm. Çünki bilirəm ki, mətndən bunlardan mənə mütləq sual düşəcək. Ona görə mənə öncədən rahat olsun deyə mən bunların hər birinin altından xətt çəkirəm ki, sonra sualı gördüyüm zaman tez mətnə qayıdıb vaxt itirməyim. Başlayaq. Bu iki çınar ağacının Məhəmməd dayı doğma Qoruqbağı kəndinin yuxarı hissəsində 1982-ci ilin bir yaz günündə əkmişdi. Kənd sakinləri bu ağacların əkildiyi yerə Çınarlı adını vermişdilər. Bəzən insanlara elə gəlir ki, sevgi hissi ancaq onlara məxsusdur. İnsanlar ağacların canlı olduğunu sanki hiss etmir, onların ətrafında baş verənləri, ünsiyyəti, sevgini, qayğını, duyğuların fərqinə varmırlar. Məhəmməd dayının əkdiyi bu iki çınar ağacı da bir-birinə çox bağlı idilər. Bu iki ağacın arasındakı boş yerdə boy atmaqda olan balaca çınar isə onların övladları idi. Bu çınar ailəsinin xoşbəxtliyi 1993-cü il aprel ayının x-nə qədər davam etdi. Bu işğal təkcə bu rayonda yaşayanların ailələrinə yox, Çınarlı ailəsinə də bədbəxtlik gətirmişdi. Həmin dəhşətli günü ata Çınar unuda bilmirdi. Gözü qızmış erməni əskərləri Kəlbəcərli 63 yaşlı Sona xalanı ana Çınara bağlamış və tankla üstündən keçmişdi. Tank geriyə hərəkət edəndə isə Çınarlı ailəsinin övladı balaca çınar ağacını da tapdalamış, üstündən keçmişdi. Kəlbəcər azad olunandan sonra ata Çınar Kəlbəcərli əsirlər qədər əzab-əziyyət çəkmişdi. Bu da bir daha təsdiq edir ki, əsirlik təkcə insanlara aid olan faciə deyil. Keçək baxaq görək mətndən bağlı hansı suallar bizə verilib. Birinci sualda nə deyir? Mətnin məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin. Çınarlı ailəsinə cəmi 2 ağac vardı. Xeyr, Çınarlı ailəsində 3 ağac var idi. Biri variantlarımdan silirəm ki, mənə rahat olsun. Sevgi hissi yalnız insanlara xas duyğu deyil. Bəli, biz bunu abzaslarda görürük. Ermənilər ata Çınarı məhv etmişlər. Xeyr, onlardan geriyə təkcə ata Çınar ilə qalmışdı. Ana Çınar və balaca məhv olmuşdu. Üçü də mən variantlardan silirəm. Deməli, əlimdə 2 variantım qalır. Baxaq, insanlar bitkilərin dünyasını tam anlaya bilmir. Bəli, ikinci abzasda bunu aydın şəkildə verilib. Deməli, bizdən doğru fikirləri istədiyinə görə 2 və 4-cü fikirlər doğrudur. Keçək növbəti suala. Mətndə hansı suala cavab yoxdur? Çınar Məhəmməd dayı hansı fəsildə əkmişdi? Çınarı Məhəmməd dayı hansı fəsildə əkmişdi? Biz bunu birinci abzasda görürük. Deməli, var. Çınar ailəsinin bədbəxtliyi nə vaxt baş verdi? Bu da var. Deyir, 1993-cü ildə. Ata Çınarı kəsməyi kim əmr etmişdi? Çınarların ümumiyyətlə kəsilməyi ilə barədə bir şey burada yoxdur. Deməli, C variantı. Çınarın unutmadığı dəhşətli gündə nə baş vermişdi? Bu da var. Sona xalanın tankla əzməkləri. Məhəmməd dayı əslən Laçından idi. Xeyl, əslən hardan idi? Kəlbəcərdən. Keçək növbəti suala. Deməli, cavabımız hansı variantdır? C variantı. Keçək növbəti suala. Ötən illər ərzində ata Çınar əməlli başlı qozalmışdı. Yəqin elə buna görə idi ki, ermənilər Kəlbəcərdəki əksər ağacları qırıb daşısalar da, yandırsalar da ona toxunan olmamışdı. Bu cümlələri hansı abzasdan sonra artısa mətnin məzmununa xələl gəlməz. Gəlin baxaq. Abzaslara baxaq. Birinci abzasda Çınarlı adının verilməsindən və onun əkilməsindən söhbət gedir. İkincidə sevgi hissi, insanlar və bitkilər. Üçüncüdə onların başına gələn faciələr. Amma 4 və 5-ci hissələrə, abzaslara mən həmin cümləni artırsam, uyğunluq pozulmaz. Deməli, mənim variantım hansı idi? 4 və 5. Yəni, C variantı. Keçək, üzərində rəqəm yazılmış sözlərdən məcazi olanını müəyyən edin. Baxaq. Üzərində rəqəm yazılmış sözlərə baxaq. Deməli, yuxarı hissəsində, bəli, kəndin yuxarı hissəsi ola bilər, 1 deyil. Çınarlı adına vermişlər, ad əşya deyil, verək, deməli 2. Bəzən insanlara elə gəlir ki, insanlara elə gələ bilməz. Yəni, canlı bir şey deyil, gəlsin 3. Ünsiyyət, sevgi mücərrəd mənalı ifadə olsa da, sevgi həqiqi mənadadır. Getdim. Burada nə qaldı? Çınarlı ailəsinə bədbəxtlik gətirmişdi. Bədbəxtlik gətirməkdə nədir? Deməli, məcazi mənadır. 2, 3, 5. Mənim cavabım hansıdır? C variantı.
Keçək. Mətnin hansı abzası əslində 2 abzasdan ibarətdir? Baxaq mətnin abzaslarına. Mən burada bunu silim ki, abzaslar qalsın. Qalanlarını sildim. Aha. Bəli, baxaq. Bu iki çınar ağacını Məhəmməd dayı doğma Qoruqbağı kəndinin yuxarı hissəsində 1982-ci ilin bir yaz günündə əkmişdi. Mən burada bunu iki hissəyə ayıra bilmərəm. Niyə? Çünki fikirlərim bunun davamıdır. Abzas isə nədir? Abzas yeni fikirlərin ifadəsidir. Ona görə bir deyil. Baxıram ki, bəzən insanlara elə gəlir ki, sevgi hissi ancaq onlara məxsusdur. İnsanlar ağacların canlı olduğunu sanki hiss etmir. Onların ətrafında baş verənləri, ünsiyyəti, sevgini, qayğını, duyğuların fərqinə varmırlar. Mən bunu burada bitirə bilərəm və bunun davamında bunu başlaya bilərəm. Bu isə artıq digərlərindən uyğun olan fikirlərdir. Deməli, hansı abzasım? İkinci abzasım. Gəlin bunu variantlarda qeyd edirəm. Cavabım hansı variant olur? B variantı olur. Keçək. 42. Nöqtələrin yerinə yazıla bilən sözü müəyyən edib cümləni yazın. Nöqtələri tapıram mətndən. Nöqtələr hardadır? 5-ci abzasdadır. Tank geriyə hərəkət edən Çinarlı ailəsinin yeganə övladı ola bilər. Tək ola bilər. Bircə ola bilər. Bu sözlərdən birini bura əlavə edib cümləni yenidən yazmaq lazım idi. Keçək 43. Mətnə baxıram, mətndə oxuyuram. Deməli, bəzən insanlara elə gəlir ki, bu sevgi hissi ancaq onlara məxsusdur. İnsanlar ağacların canlı olduğunu sanki hiss etmir. Onların ətrafında baş verənləri. Deməli, baş vermək nədir? Frazoloji birləşmədir. İlk frazoloji birləşmədə burada yazmalıydım nə? Baş verənlər. Keçən növbətdə 44-cü sualda orfoqrafik səhvləri olan cümləni müəyyən edin. Orfoqrafik səhv nədir? Orfoqrafik səhv sözün düzgün yazılmamasıdır. Baxaq burada, bayaq oxumuşduq. Bu çınar 3-cü abzasdadır. Bu çınar ailəsinin xoşbəxtlıq deyil, xoşbəxtlik olmalıydı. Keçək növbəti suala. 45-ci sualda mətnə əsasən cədvəli tamamlayın, fikri yazın və əsaslandırın. Fikir bu işğalda yalnız xalqımız deyil, təbiətimiz də ziyan çəkmişdi. Bəli, biz bunu hansı abzaslarda gördük? Gördük 6-cı abzasda, 6-cı abzası olduğu kimi orada yaza bilərik, yaxud 5-ci abzası da yaza bilərik. Deməli, 5 və 6-cı abzasda olan fikirləri biz oraya yaza bilərik. Sonuncu, yəni 46-cı sual, mətnin məzmununa ziddiyyət təşkil edən söz işlənmiş cümləni müəyyənləşdirin. Baxın, bu 6-cı abzasda var. Deyir ki, Kəlbəcər azad olunandan sonra Atatürk Çinar niyə əziyyət çəksin ki, Kəlbəcər azad olunmamışdan, yəni işğal olunandan. Deməli, burada hansı pozulmuşdur? 6-cı abzasdakı olan cümləni yazmaq olar. Keçək növbəti mətnimizə. Növbəti mətnimiz Şollar su kəməri. Burada da eyni qaydanı mən tətbiq edirəm. Hər bir abzası qeyd edirəm. Mətni oxumamışdan öncə yadımızda saxlayaq ki, abzas bir cümlədən də ibarət ola bilər. Yəni, bu bizdə çaşqınlıq yaratmasın. Qeyd edirəm. Sonra gözümə dəyir nə? Bu bir Roma rəqəmlərindən yazılmış rəqəmlər. Bunları da qeyd edirəm. Üzərində rəqəm yazılmış sözlər. Mən bunları qeyd edirəm. Çünki bilirəm ki, bunlarla bağlı bir sual olacaq. Eyni qayda çərçivədə verilmiş sözü də qeyd edirəm. Və əgər qara hərflərlə sözlər görürəmsə, onları da qeyd edirəm. Çünki mütləq bunlarla bağlı suallar olacaq. Və mən mətni oxuduqdan sonra suallarla tanış olduğum müddət vaxtım itməsin deyə bunların hər birini özümdə qeyd etməliyəm ki, sonra mənə rahat olsun. Başlayaq. 20-ci əsrin əvvəllərində Bakının əhalisi artıq 200 min nəfərə çatmışdı. Əhalinin artması ilə içməli su qıtlığı özünü kəskin şəkildə göstərirdi.
İçməli suyun miqdarını artırmaq üçün yeni quyuların qazılması, köhnə su hövzələrinin tutumunun artırılması və yenilərinin tikilməsi üçün tədbirlər görülməyə başlandı. Bakı üçün içməli su axtarışları Abşeron yarımadasında da daxil olmaqla Zuğulba su kəhlizlərinə, şimalda Dübrar dağlarına və qərbdə Kür çayına kimi geniş bir ərazini əhatə edirdi. 1879-cu ildə neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin təklifi ilə su kəmərləri komissiyası yaradıldı. Mütəxəssislər təhqiqatlar nəticəsində məlum oldu ki, Bakı ətrafında kifayət qədər içməli su ehtiyatı yoxdur. Avropa ölkələrinin səfərlərində Almaniya və Fransanın su və kanalizasiya qurğuları sistemi ilə yaxından tanış olan Hacı Zeynalabdin Tağıyev Avropanın ən yaxşı hidravlik mühəndisi Sir William Harley Lindleyin Bakıya dəvət olunmasını təklif etdi. Sir Lindley 1899-cu ildə Bakıya gəldi. Lindley Bakıya gələn kimi vaxt itirmədən geoloq və mühəndislərin işlərinin nəticəsi ilə tanış oldu. Onun fikrincə Qusarçay əbədi buzluqlarla örtülmüş geniş qağlıq ərazidə olduqca etibarlı su mənbəyi rolunu oynaya bilərdi. Uzun müşahidələrdən sonra Lindleyin gəldiyi qənaət belə idi. Lindley ilk dəfə şollar sözünü istifadə etməsi Bakı Dumasında qızğın mübahisələrə səbəb oldu. O, bulaq suyu ilə zəngin olan və su hövzəsi kimi müəyyənləşdirdiyi ərazisindən şollar adlandırdı. Şollar bulaq sularının nəhəng bir şəhəri su ilə təmin edəcəyinə az adam inanırdı. Lindley opponentləri öz seçiminin düzgünlüyünü inandırmaq üçün şollar ərazisinə hidroloji ekspertiza aparılmasını təklif etdi. Lakin şəhər duması vəsait çatışmazlığını bəhanə gətirərək bu təklifi rədd etdi. Bu zaman Hacı Zeynalabdin Tağıyev lazımi işlərin görülməsi üçün onun tərzibincə desək, kasıb şəhər idarəsinə 25.000 rubl təklif etdi. Hacının bu təklifi Bakının gələcək su təminatında həlledici rol oynadı. İndi keçək suallara. Mətnə görə Hacı Zeynalabdin Tağıyevin əl açıqlığı ilə bağlı məlumat hansı abzasda verilib? Biz bunu hansı abzasda gördük? 8-ci abzasda gördük. Cavab C variantı. Üzərində rəqəm yazılmış sözlərdən hansılar məcazi mənada işlənmişdir? Mən qayıdıram mətnə və üzərində rəqəmdə yazılmış sözlərə baxıram. İçməli su içməli ola bilər və mən bunu variantlarımdan çıxıram ki, mənə rahat olsun. Sonra burada gəlirəm içməli su. İkincini tapaq. Abşeron yarımadası, bəli, yarımada həqiqi mənalı sözdür. Üst tərəfdən su ilə əhatə olunmuş quru sahədir. İkini də variantlardan çıxıram. Mənim əlimdə qalır A variantı və B variantı. Baxaq. Üçüncüyə baxıram. Vaxt itirmədən vaxt əşya deyil, biz onu itirək, deməli üçüncü düzdür. Onun fikrincə Qusarçay əbədi buzluqlarla örtülmüşdür. Buzluqlar əbədi. Bu da həqiqi mənadadır. Dördü də variantdan çıxıram. Deməli hansılar qalır? 3, 5. 5-ə baxıram. 5 nədir? Uzun müşahidə. Müşahidə əşya falan deyil, o uzunun qısası olsun. Deməli cavabım hansıdır? A variantı. Keçək 49-cu suala. Qafqaz dağlarının şimal yamaclarında sel sularının ilə yuyulması nəticəsində geniş bir düzənlik mövcuddur. Onların yaratdığı qatlar dənizə tərəf meyilli olmaqla yanaşı su keçirici qum və kiçik daşlardan ibarətdir. Cümləsinin mətni hansı abzasına artırılsa fikirlər arasında əlaqə pozulmaz. Baxıram abzaslara. Belə bir söhbətlər hansı abzasda gedirdi? Abzaslarıma nəzər salıram. Görürəm ki, 4-cü abzasımda, mən bu 4-cü abzasımı mən bu 4-cü abzasımı genişləndirə bilərəm. Ona görə mənim cavabım hansıdır? C variantı. 49-da. Keçək Bakı. Mətnə əsasən Bakıda içməli su qıtlığının səbəbi nə idi? Yayın isti keçdiyindən deyildi, yağıntının miqdarı azlığından deyildi. Biz bunu birinci abzasda görürük. Əhalinin sayının kəskin şəkildə artması idi. Cavab C. Buradan qeyd edeyim. C. Mətnə əsasən belə bir hökm vermək olmaz. Hacı Zeynalabdin Tağıyev xalqın rifahının yaxşılaşdırılması üçün bir çox təkliflər irəli sürdü. Bəli, biz bunu 8-ci abzasda görürük. Lindley Bakıya gəlmək istəmirdi. Xeyr, belə bir şey yox idi. Şollar adını ilk olaraq Lindley təklif etmişdi. Bəli, Lindley təklif etmişdi. Şəhər duması vəsait çatışmazlığını bəhanə gətirirdi. Bəli, ona görə də Hacı onları 25.000
Robel təklif etmişdi. Lindeyin diqqətini şaxta, Qusar yaylası və Qusarçayın yatağı cəlb edirdi. Bəli, bu da burada var. Deməli, cavabım hansıdır? B variantı. Keçək növbəti suala. Çərçivə daxilində verilmiş sözə əvəz edə bilən sözü yazın. Gəldiyi qənaət, yəni nəticə, son, yəni bunlardan hər birini yaza bilərdiniz. Qarşısına Rum rəqəmləri yazılmış cümlələrdə məcazi mənalı ifadələri müəyyən edib yazın. Baxaq. Qarşısına Rum rəqəmi yazılmış sözlər hardadır? Burada. 20-ci əsrin əvvəllərində Bakının əhalisi artıq 200 min nəfərə çatmışdı. Birinci də yoxdur, yəni burada yoxdur. Mən bunları silim ki, mən Roma rəqəmlərini rahat görə bilim. Bunları silim. Aha. Baxaq. 20-ci əsrin əvvəllərində Bakının əhalisi artıq 200 min nəfərə çatmışdı. Burada yoxdur. Baxıram 2. Bakı üçün içməli su axtarışları Abşeron yarımadası da daxil olmaqla Zuğulba su kəhrizlərinə, şimalda Dübrar dağlarına və qərbdə Kür çayına kimi geniş bir ərazidə əhatə edirdi. Burada da yoxdur. Sonra baxıram 3. Onun fikrincə Qusarçay əbədi buzluqlarla örtülmüş geniş dağlıq ərazidə olduqca etibarlı su mənbəyi rolunu oynaya bilərdi. Uzun müşahidə Baburxud burada var. Uzun müşahidə. Sonra Hacının bu təklifi gələcək su təminatında həlledici rol oynamaq burada da var. Keçək. Klasteri tamamlaya bilən fikirlərin müəyyəndir. İçməli suyun miqdarının artması üçün yeraltı quyuların qazılması deyil, başqa şəhərlərdə çənlərlə deməli, daha doğrusu 1. Başqa şəhərlərdə çənlərdən su gətirilməsi xeyr, köhnə quyuların tutumunun artırılması bəli, yeni su mənbələri axtarılması bəli. Yəni 1, 3, 4. Altından xətt çəkilmiş cümlədə xətanı müəyyənləşdirin və düzgün şəkildə yazın. Altından xətt çəkilmiş cümləyə baxaq. Mütəxəssislər təhqiqatlar deyil, tədqiqatlar. Təhqiqat deyil. Tədqiqat. Tədqiqat sözünü düzəldib cümləni yenidən yazmalıydınız. Qara hərflə verilmiş sözləri kontekstə görə izah edin. Qara hərflə verilmiş sözlərdən biri opponent sözüdür. Digəri də ekspertiza. Opponent rəqib tərəf deməkdir. Ekspertiza isə mübahisəli məsələlərdə dəvət olunan mütəxəssis qrupudur.